Selamun Aleyküm değerli izləyicilər. Yenə də mən bugün sizə Uca Allahın növbəti adı haqqında məlumat verəcəm. Bugün götürəcəyimiz ad Allah Azze ve Celle'nin Rəbb adıdır. Bu ad Quran-ı Kərimdə müxtəlif məqamlarda, müxtəlif kontekstlərdə təxminən 500 dəfədən artıq olaraq sadalanmışdır. Və bu kontekstlərdən bəzisini qeyd edeyim. Allah Azze ve Celle buyurur ki, Elhamdülillahi Rabbil alemin. Həmd aləmlərin Rəbbi olan Allah'a məxsusdur. Həmçinin digər ayədə buyurur ki, Qul inna salati və nusuki və məhyaya və məmati lillahi Rabbil alemin. De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Bu adın dəlalət etdiyi mənaya gəldikdə, bu ad özündə rububiyyət, Rəblik sifətini daşıyır və həmçinin də bir çox mənalara dəlalət eləyir. İbn Qeym rahmehullah buyurur ki, bu ad yaradan, yoxdan var edən, surət verən, həmçinin diri olan, həmçinin qullarının işlərini idarə edən, həmçinin də onlara fayda verən və zərəri onlardan soğuşduran və digər mənalara dəlalət edir. Ona görə mömin daima görə Allah Subhanahu Teala dua etdiyi zaman onun gözəl adlarını çağıraraq dua etməlidir. Necə ki, Allah buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءِ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Allahın gözəl adları vardır, ona o adlarla çağıraraq dua edin. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu.